Əziz uşaqlar, hər birinizi salamlayıram. Bugün riyaziyyat 3-cü sinif 1-ci hissədən 3 və daha çox ədədin toplanması mövzusunu izah edəcəm. Araşdırma müzakirə hissəsində bizə diaqram verilib və burada 3 gün ərzində satılan biletlərin sayı göstərilib. Cümə günü 150, şənbə günü 200, bazar günü isə 250 bilet satılmışdı. Diaqramda eyni tamaşaya həftənin bir neçə günündə satılan biletlərin sayı təsvir edilib. 3 gündə cəmi neçə bilet satıldı? Gəlin baxaq dostlar. Birinci gün, deməli 3 gündə satılan biletlərin sayını tapmaq üçün biz 150 ilə 200-ü və 250-ni toplayırıq. Burada biz tapırıq ki, ümumilikdə 600 bilet satılıb və bunun fərqli üsullarca toplaya bilərik. Bizə rahat olan yolu seçə bilərik. 150 ilə məsələn 250-ni toplayarıq. Eləyər 400, 400-ün də üzərinə 200 gələrək eləyər 600. Öyrənmə materialımıza baxırıq. Bu günlərin biz öyrənirik. Bayaqda qeyd elədim 3 və daha çox ədədin toplanmasını. Rəqəmli ədədi alt-alta toplamaq üçün alt-alta toplamaq üçün ümumi qaydadan istifadə olunur. Bəzən təkliklərin yaxud onluqların cəmi 20-yə və ya daha böyük ola bilər. Bu halda 2 yeni onluq yaxud 2 yeni yüzlük yaranır. Məsələn, 258, 419 və 164-ü toplamaq üçün 8, 9, 4-ü yəni təklikləri toplayırıq. Nəticədə 8 üzərinə 9 gələndə 17, 17 üzərinə 4 gələndə 21 alınır. 1 yazırıq 2 yadda. Daha sonra onluqlarımızı toplayırıq. 5, 1, 6. 12 üzərinə 2 gələndə 14 edir. 4 yazırıq. 1 yadda yüzlüklər toplanılır və yüzlüklərimiz 7 edir. Üzərinə 1 gələndə isə 8 alınır. Nəticə cavab olur 841. Gəlin ilk misalımızla başlayaq. Bələdçi hissəsində bizə deyilir. Nümunə verilib və nümunəyə baxırıq uşaqlar. Biz toplamanı nümunəyə əsasən baxaraq yerinə yetirə bilərik. Yəni necə eləyəcəyik? Əvvəlcə nümunəmizə baxırıq. Burada bizə 283 üstə gəl 397 və 172 verilib. Bunların cavabları tapılıb. Cavab deyilib 852. Biz isə A bəndində 402, 13 və 152-ni toplayırıq. 2 üzərinə 3 gələndə 5, 5 üzərinə 3 gələndə isə 5 üzərinə 2 gələndə isə 7 eləyir. 0, 1, 5, 6, 4 ilə 1 toplayanda 5 nəticə cavab olur 567. 614, 121 və 43-ün cəmini tapırıq. 4 üzərinə 1 gələndə 5, 5 üzərinə 3 gələndə 8. 1 ilə 2-ni toplayırıq 3, 3 üzərinə 4 gəlir 7. 6 üzərinə 1 gələndə 7. Nəticə cavab olur 778. 524, 346 və 123-ün cəmini tapırıq. 4 ilə 6-nı toplayırıq 10, 10 üstünə 3 gələndə 13, 3 yazırıq. 1 yadda. 2 ilə 4 toplayırıq 6, 6 üstə 2 gələndə 8, 8 üzə 1 gələndə isə 9 eləyir. 5 üstə 3 gəlir 8, 8 üzə 1 gələndə isə 9 eləyir. Nəticə cavab olur 993. 125, 337 və 138-in cəmini tapırıq. 5 ilə 7-ni toplayırıq. 12, 12 üstə 8 gələndə 20 eləyir. 0 yazırıq. 2 yadda. 2 ilə 3-ü toplayırıq. 5, 5 üstə 3 gələndə 8, 8-dən 2 gələndə isə 10 eləyir. 0 yazırıq. 1 yadda. 1 üstünə 3 gələndə 4, 4 üstə 1 gələndə isə 5 eləyir. Deməli uşaqlar, burada bizim 1 yaddamız da var. 1 üstünə 3 gələndə 4, 5, 1 də yadda 6. Nəticə cavab olur 600. Ə, 363, 82 və 75 toplayır. 2 üstə 3 gəlir 5, 5 üstə 5 gələndə 10, 0 yazırıq. 1 yadda. 6 üstə 8 gələndə 14, 14 üstə 7 gələndə 21 və 1 də yadda 22. 2 yazırıq. 2 yadda. 2 ilə 5, 3-ü toplayırıq. 5. Cavab olur 520. Cəmin tapılması. Gəlin cəmləri tapaq. 540, 14 və 3-ü toplayırıq. 0, 4, 3 toplanılır, eləyir 7. 4 ilə 1-i toplayırıq. 5, 5 olur 557. 713 üzərinə 7 və 34 gəlir. 3 ilə 7, 10, 10 üstə 4 gələndə 14, 4 yazırıq. 1 yadda. 1 üstə 3 gələndə 4, 1 yadda 5 və 7. Nəticə cavab olur 754. 213, 326 və 24-ü toplayırıq.
3 üstün 6 gəldik və 4 gəldik, eləyir 13. 3 yazırıq. 1 yadda. 1 üstün 2 gəldik, üzərinə 2 gəlirik. 5, 1 yadda 6. 2 ilə 3 toplayırıq. 5 nəticə cavab 563. 683, 247 və 34 toplayırıq. 3 üstün 7, 10, 10 üstün 4, 14, 4 yazırıq. 1 yadda. 8 ilə 4 toplayırıq. 12, 12 üstün 3 gələndə 15, bir də yadda 16, 6 yazırıq. 1 yadda. 6 ilə 2 toplayırıq. 8, 1 yadda 9. Nəticə cavab olur 964. 271, 296 və 157-ni toplayırıq. 1 üstün 6 gəlir 7, 7 üstün 7 gələndə 14, 4 yazırıq. 1 yadda. 7 üstün 9 gələndə 16, 16 üstün 5 gələndə 21. Və 1 də yadda 22, 2 yazırıq. 2 yadda. 2 üstün 2 gəlir 4, 4 üstün 1 gəlir 5. Və 5 üstün 2 gələndə elir 7. Nəticə cavabı 724. 457, 87 və 159'u toplayırıq. 7 üstün 7, 14, 14 üstün 9 gələndə 23 elir. 3 yazırıq. 2 yadda. 5 ilə 8 toplayırıq. 13, 13 üstünə də 5 gələndə 18. 18'in də üzərində 2 gəlir. 20, 0 yazırıq. 2 yadda. 4 ilə 1'i toplayırıq. 5, 5 üstünə də 2 gələndə 7 cavab olur 703. 166'nın üzerine 389 ve üzerine 187 gəlirik. Deməli 6 üstünə 9 gəlirik 15, 15 üstünə 7 gəldi 22, 2 yazırıq. 2 yadda 6 ilə 8'i toplayırıq 14, 14 üstünə 8 gələndə 22, 2 də yadda 24, 4 yazırıq. 2 yadda 1 üstünə 3 gələndə 4, 4 üstünə 1 gələndə 5, 5 üstünə də 2 gələndə 7. Cavab edir 742. 4 dənə ədəd verilmiş. Misallarda da eyni qaydayla davam edirik. 23, 30, 41 və 4'ü toplayırıq. Deməli, biz burada əvvəlcə təklikləri toplayırıq. 3'ün üstünə 1 gəlirik 4, 4 üstünə 4 gələndə 8 eləyir. 2 üstünə 3 gəlir 5, 5 üstünə 4 gələndə 9. Nəticə cavab 98. Daha sonra 62 ilə 11'i, 25'i və 40'ı toplayırıq. 2 üstünə 1 gələndə 3, 3 üstünə 5, 8, 6 üstünə 1, 7, 7 üstünə 2 gələndə 9, 9'un üstünə 4 gələndə isə 13. Nəticə cavabı 138. 304, 14, 123 və 21'in cəmini tapırıq. 4 üstə 4, 8, 8 üstə 3 gələndə 11, 11 üstə 1 gələndə 12, 2 yazırıq. 1 yadda. 1 üstə 2 gələndə 3, 3 üstə 2 gələndə 5, 5 üstə 1 gələndə 6, 3 üstə 1 gələndə isə 4. Nəticə cavab 462. 243, 215, 131 və 68'in cəmini tapırıq uşaqlar. İlk öncə təklikləri toplayırıq təbii ki. 3'ün üstünə 5 gələndə 8, 8'in üstünə 1 gələndə 9, 9'dan da 8 toplayırıq 17. 7 yazırıq 1 yadda. 4'ün üstünə 1 gələndə 5, 5 üstünə 3 gələndə 8, 8'in üstünə 6, 14, 14 üstünə 1 gələndə 15, 5 yazırıq. 1 yadda 2 ilə 2'ni toplayırıq 4, 4 üstünə 1 gələndə 5, 1 də yadda 657. 248, 158, 234 və 126'nın cəmini tapırıq. 8 ilə 8, 16, 16 üstünə 4 gələndə 20, 20 üstünə 6, 26. 6 yazırıq 2 yadda. 4 üstünə 5 gələndə 9, 9'un üstünə 3 gələndə 12, 12 üstünə 2 gələndə 14, 2 də yadda 16. 6 yazırıq. 1 yadda. 2 ilə 1'i toplayırıq 3, 3 üstünə 2 gəlirik. 5, 5 üstünə 1, 6, bir də yadda 7. Nəticə cavabı 766. 261, 383, 124 və 170 ədədlərinin cəmini tapırıq. 1 üstünə 3 gələndə 4, 4 üstünə 4, 8, 8 üstünə 2, 10, 0 yazırıq. 1 yadda. 6 ilə 8, 14, 14 üstünə 2, 16, 16 üstünə 7, 23, bir də yadda. 24, 4 yazırıq 2 yadda. 2 ilə 3, 5, 5 üstünə 1, 6, 6 üstünə 1, 7, 7'nin üstünə 2 gələndə cavab edir 940. 362, 147,
158 və 265 ədədlərini toplayırıq. 2 isə 7, 9, 9 isə 8, 17, 17 isə 5 gəldi, 22. 2 yazırıq. 2 yadda. 6 ilə 4, 10, 10 üstünə 5, 15, 15 üstünə 6 gələndə 21, 21 üstünə 2 gəlir, 23. 3 yazırıq. 2 yadda. 3 ilə 1 toplayırıq. 4, 4 üstünə 1 gələndə 5, 5 üstünə 2 gələndə 7, 7 üstünə 2 gələndə isə 9 necə? Cavabımız olur 932. İndi isə baxırıq növbəti öyrənmə qaydamıza. 3 və daha çox ədəd müxtəlif ardıcılıqlara topladıqda cəm dəyişmir. Bəzən toplananlar asanlıqla cəmi onluqlara və yüzlüklərə bərabər olan ədədlər olur. Bu halda əvvəlcə həmin ədədləri qruplaşdıraraq toplamaq daha əlverişli olar. Məsələn, uşaqlar 137, 118 və 13 verilib. Biz 137 ilə 118-i toplamaq yerinə 137 ilə 13'ü toplayaraq cavabı 150 alarıq və 150'nin üzərinə 118 gəlib 268 ala bilərik. Eləcə də həmin qayda 4, 70, 26 və 130 ədədlərinin toplanması zamanında yerinə yetirə bilərik. Yəni biz 4 ilə 26-nı, 70 ilə 130'u toplayarıq və bu topladıqlarımızı da daha sonra 30'la, yəni alınan cəmləri də ayrı-ayrı tapırıq və alınan cəmləri də birləşdiririk. 220 üstünə 30 üstünə 200 gələndə 230 eləyir. İndi gəlin biz ikinci tapşırığımızı bu qayda ilə davam etdirək. 54, 225 və 6. Biz təbii ki burada 54 ilə 6'nı toplayırıq. 54 üstə gəlsin 6. Üzərinə də 225 gəlirik. 54'ün üstünə 6 gələndə eləyir 60. 60'ın üzərinə də 225 gələndə nəticə cavabımız olur 285. Bu A variantı idi. B variantında isə biz nə edə bilərik uşaqlar? Biz burada 23 ilə 27'ni toplayarıq. Yəni yazarıq. 23 üstə gələk 27 eləyəcək 50. 50 üzərinə də 600 gələndə bizə daha rahat olacaq. Və nəticədə cavabımız olacaq 650. C tapşırığına baxırıq. 320, 97 və 480 toplanmasında 320 ilə 480 toplayarıq. Alınan cavabın üzərinə də 97'ni gələrik. 320 ilə 480'i toplayanda cavab 800 eləyir. 800 üzərinə də 97 gələndə cavab olur 897. Son olaraq D variantına baxırıq. 13, 148, 52 və 7'nin cəmini tapırıq. Gəlin qruplaşdıraq. Biz 13 ilə 7'ni, 148 ilə isə 52'ni qruplaşdırarıq. Belə ki, yazırıq. 13 üstə gəlsin 7 üstə gəl 148 üstə gələ 52. 13 ilə 7'ni toplayıram eləyir 20. 148'dən 52'ni toplayıram eləyir 200. Və 200 üzərinə 20 üzərinə 200 gələndə eləyir cavab 220. Bax belə bu formada dostlar hesablama aparmaq sizin üçün daha rahat olacaq. Yəni toplananların yerini dəyişdikdə cəmdə heç bir dəyişiklik baş vermir. Gəlin məsələ həlli ilə davam edək. Məktəbi zalı 420 şagird tutur uşaqlar. Cədvəldə bu məktəbin ibtidai siniflərində oxuyan şagirdlərin sayı qeyd olunub. Bütün ibtidai sinif şagirdləri bu zala yerləşərmi? Birinci siniflərdə 98, ikinci siniflərdə 114, üçüncü siniflərdə 106, dördüncü siniflərdə isə 86 şagird var. Gəlin görək. Bu uşaqların hamısı zala yerləşərmi? Bunu tapmaq üçün əlbəttə ki toplama əməlindən istifadə edirik. 98 üzərinə gəlsin 114, üzərinə gəlsin 106 və 86. Baxırıq uşaqlar. 8 ilə 4'ü toplayırıq 12, 12 üstünə 6 gələndə 18, 18 üstünə 6 gələndə 24 edirik. 4 yazırıq 2 yadda. 9'un üstünə 1 gələndə 10, 10'un üstünə 8 gələndə 18, 18 üstünə 2 gələndə 20 eləyir. Buraya yazırıq 2 yadda. 1 üstünə 1, 2, 2'nin də üstünə 2 gələndə 4. Deməli 404 şagird təhsil alır. Bizim zalımız isə 420 nəfər tuturdu və bu bəli yerləşir. Tikilən tikiş evində iyun ayında 234, iyul ayında 188 məktəbli geyimi tikildi.
Avqust ayında tikilən geyimlərin sayı isə əvvəlki 2 ayda tikilən geyimlərin sayının cəminə bərabərdir. Tikiş evində yay aylarında cəmi neçə məktəbli geyimi tikildi? Verilənlərə baxırıq. İyun ayında 234, iyul ayında isə 188. Avqust ayında isə bizə nə deyir uşaqlar? Avqust ayında isə bizə deyir ki, avqust ayı iyun və iyul aylarının cəminə bərabərdir. Və bizdən nə soruşur? Bizdən iyun, iyul və avqust aylarının cəmini soruşur. Gəlin baxaq, avqust ayını ilk öncə tapmalıyıq. Bunu tapmaq üçün isə biz iyun və iyul aylarını cəmləyirik. 234'e 188'i cəmləyirik. 4'ün üstə 8 gələndə 12. 2 yazıram 1 yadda. 3'ün üstə 8 gələn 11. Bir də yadda 12. 2 yazıram 1 yadda. 2 üstə 1 gələndə 3. Bir də yadda isə 4 neçə nə qədər oldu? 422. İndi biz cəmi tapmaq istəyirik ki, nə qədər məktəbli geyimi yay aylarında tikilib. Bunu tapmaq üçün biz əvvəlcə iyun ayını, sonra iyul ayını, ən axırda isə avqust ayını toplayırıq. 2 ise 8, 10, 10'un üstüne 4, 14, 4 yazıram, 1 yadda. 2 ise 8, 10, 10'un üstüne 3, 13, 1 yadda 14, 4 yazıram. 1 yadda 2 ilə 1'i toplayıram. 3, 3 üstə 4 gəlirəm, 7, 1 yadda 8. Nəticədə yay aylarında tikiş evində 844 ədəd nə tikilib uşaqlar? Məktəbli geyimi tikilmişdi. Belə, ümid edirəm ki, bu məsələ hər birinizə aydın oldu və biz davam edirik. Uşaqlar, qeyd etmək istəyirəm ki, mövzumuz burada yekunlaşır və biz sizinlə yeni dərslərdə görüşəcəyik. Sağ olun, salamat qalın.